Salam uşaqlar, bugünkü dərsimiz Səfəvilərin Ərdəbil hakimliyidir. 13-cü əsrdən 1501-ə qədər olan Səfəvi dövrüdür. Yəni Səfəvi tayfasının, yəni Səfəvi sülaləsinin dövründən danışacağıq. Başlayaq Səfəvi Ərdəbil hakimliyinin yaranmasına. Şeyx Səfəddin İshaq Əl-Müsəvidən birinci başlayaq. Mənbələrdə Türk piri, yəni müqəddəs Türk adlanırdı. 13-cü əsrin sonlarında Ərdəbildə Səfəvi Sufi dərviş təriqətini yaratdı. Bütün Ərdəbil əhalisi onun müridləri, davamçıları hesab olunurdu. 13-cü əsrdə Monqol istilası dövründə Səfəvi sülaləsinin yüksəlişi başladı. Səfəvi Sufi təriqəti şəhər və kəndlər arasında yayılmışdı. İslam dininin Şiə təriqətini təbliğ edirdilər və müvəffəqiyyətlərin səbəbi oturaq əhalinin tələbini ifadə etməsi idi. Azərbaycanda və digər şərq ölkələrində kəndli əhalinin ağır vəziyyətinin səbəbini sünni təriqətində və sünni hökmdarlarda görürdülər. Sünniliyin hakim olduğu dövlətlərdə bəzən onlar qeyri-qanuni dövlətlər sayırdılar. 14-15-ci əsrdə Səfəvilərə baxaq. Ərdəbil hakimi kimi mövqeləri möhkəmləndirdilər. Səfəvi təriqətinin daha geniş əraziyə yayılmağına nail oldular. Azərbaycan, Kiçik Asiya, İraq, Suriyada ardıcıllarının sayını çoxaltdılar və bu ölkələrdə nüfuzlara dirxanbər kimi şöhrət qazandılar. Səfəvilər təriqətinin sadə insanlar arasında rəğbətinin artması, tərəfdarların sayının çox olmasının səbəbləri isə bunlar idi. Feodal ara müharibələri, Səfəvi şeyxlərinin şiəli təbliğ etmələri, cəmiyyətdəki ədalətsizliklərə qarşı cəsarətlə çıxış etmələri, Azərbaycanda və qonşu ölkələrdə hökmranlıq edən sünni hökmdarların vergi və mükəlləfiyyətləri ciddi şəkildə tələb etmələri buna bir nümunə idi. Şeyx Cüneydin dövrünə baxaq. 1447 və 1460-cı illərdə siyasi təsirini daha geniş ərazilərə yaymaq üçün hakimiyyətdə olan sünni hökmdarlara qarşı fəal təbliğat başladı. Şamlı, Rumlu, Ustacılı, Təkəli, Əfşar, Qacar, Zülqədər kimi tayfaları öz tərəfinə çəkməklə hərbi qüvvələrin dəfələrlə artmasına nail oldu. Bu tayfaları diqqət edək, adlarını diqqətlə öyrənək. Çünki gələcək dərslərimizdə bunların həm Səfəvi dövləti tərkibində, həm də özlərinin ayrıca quracağı dövlətlər var, onları bilmək məsləhətdir. Səfəvilər nüfuzunun güclənməsindən narahat olan Qaraqoyunlu Cahanşah Şeyx Cüneyddən Ərdəbil tərk etməsini tələb etdi. 1449-cu ildə Şeyx Cüneyd Ərdəbili tərk edərək Misir, Suriya, Mesopotamiyaya gedərək tərəfdarlarının sayını artırdı. Diyarbəkirə gələrək Qaraqoyunluların rəqibi Ağqoyunlu Həsən bəyin bacısı Xədicə ilə evlənərək Ağqoyunlu Səfəvi ittifaqını möhkəmləndirdi. 1460-cı ildə Səfəvilər Dağıstana və Şirvana yürüş etdilər. Bu zaman Şirvanşah Xəlilullah Qaraqoyunlu Cahanşahla ittifaqı görərək Samur sahəsində döyüşdə qalib gəldi və Şeyx Cüneyd öldürüldü. Və Şeyx Heydərin fəaliyyətinə baxaq. 1460-1488. Atası Cüneydin siyasətini davam etdirərək Həsən bəyin qızı Aləmşah bəyimlə evlənib Qaraqoyunlularla qohumluq münasibətlərini gücləndirdi. Qazi Sufi hərbi qaydaları təşkil etdi və bunu yadda saxlayaq. Bu qaydalar ancaq Şeyx Heydərin dövründə baş vermişdir. Səfəvi tərəfdarların başlarına imamların şərəfinə 12 qırmızı zolaqlı çalma qoyaraq Qızılbaş adlanmağa başladılar. Həsən bəy Teymurlərlə müharibədə müttəfiq kimi Şeyx Heydərdən istifadə etdi və Şeyx Heydər ona yardım etdi. Və 1470-ci ildə Həsən bəyin köməyi ilə Ərdəbildə Səfəvi ordunun irsi taxtına əyləşdi. 1483, 1487 və 1488-ci ildə Şimali Qafqaza, Dağıstana və Şirvana yürüş edərək tərəfdarlarının sayını artırdı və çoxlu qənimət əldə etdi. Həsən padşahdan sonra Ağqoyunlu taxtına çıxan Yaqub padşahın dövründə Şeyx Heydər Dağıstana və Şirvana uğurlu yürüşlərindən narahat olaraq Şirvanşah Fərrux Yasara kömək etdi. 1488-ci ildə Şahdağ döyüşündə hər iki tərəfdən xeyli itki verdi. Şeyx Heydər öldürüldü. Bundan sonra Yaqub Paşa Ərdəbilə işğal etdi və buradakı müridlərə divan tutdu. Şeyx Heydərin oğullarını Sultan Əli, İbrahim və İsmail isə Şirazda İstəxir qalasına əsir kimi göndərdi. Yəni bu dövr 1488-1492-ci ilə qədər davam edəcək. Şeyx Sultanənin fəaliyyət dövrünə baxaq. 1488 və 1494-cü il Rüstəm Mirzənin Ağqoyunlu taxtına əl keçdikdən sonra 1492-ci ildə Şeyx Heydərin oğullarını həbsdən azad etdi. Sultanəliyi Ərdəbilə qaytardı və onu müstəqil hakim kimi tanıdı. Lakin Rüstəm Mirzənin Sultanənin nüfuzunun artmasından narahat olduğu üçün 1494-cü ildə Ərdəbil yaxınlığında Şəməsi döyüşündə Səfəviləri məğlub etdi. Sultanları öldürüldü. Ərdəbil tutaraq Səfəvi tərəfdarların yenidən məhv edilməyə başladı. Şeyx İsmailin dövrünə baxaq. 1494 və 1501-ci ilə qədər, 1501-ci ildən sonra isə şah olacaq. Şəməsi döyüşündən sonra Sufi əmirləri İsmaili bir müddət Ərdəbildə, Rəşiddə, daha sonra isə Ləhəncanda, Gilanda gizlətdilər. İsmail 6 il Ləhəncanda qaldı və 15-ci əsrin sonlarında mərkəzi hakimiyyətin daha da zəifləməsi xalq arasında Səfəvi nüfuzunun artmasına şərait yaratdı.
və 1499-cu ildə İsmail Ləhəncanidan Ərdəbilə gəldi. Bu zaman əsas vəzifələri bunlar idi. Səfəviyyə mülklərini qısa zamanda bir araya toplamaq, Azərbaycanda siyasi hakimiyyəti ələ keçirmək idi. İsmaildən hərbi qüvvələrə toxunmaq üçün İsmail Şərqi Anadoluya, Ərzincana getdi və 1500-cü ildə Qızılbaşların Ərzincana keçirdiyi müşavirədə ilk zərbənin Fərrux Yasara vurması qərarı alındı və 1500-cü ilin payızında Gürcistan qalası yaxınlığında Zabana döyüşündə sayca az olan Qızılbaşlar Şirvan qaşınını məğlub etdi. Fərrux Yasar döyüşü öldürüldü və daha sonra Şirvanın paytaxtı olan paytaxtı yox, daha dəqiq desək Şamax şəhəri Qızılbaşlar tərəfindən tutuldu. 1501-ci ildə isə Qızılbaşlar Bakı qalasını tutaraq Şirvanşahların xəzərsini ələ keçirdi. Bu dövrdə paytaxt Bakı şəhəridir. Bu qaladan sonra Qızılbaşlar Gürcistanın mühasirəyə aldılar. Müharisə zamanı Ağqoyunlu Əlvənd Mirzənin Təbrizdən qoşunla şimala doğru gəlməsini eşidən İsmail mühasirəni dayandırdı və Səfəvilər Ərdəbil hakimliyi mərkəzləşmə Nurəddin Rüşevmi olmuşdur. Yəni bu mühasirəni dayandırıb yenidən müharibəyə hazırlaşdı. Ümumiyyətlə Səfəvilər Ərdəbil hakimliyi Azərbaycanda mərkəzləşmiş Nurəddin Rüşevmi hesab olunur. Burada təriqətin görkəmli nümayəndələrinin hakimiyyət dövrləri var. Yəni baxmaq olar. Daha sonra döyüşlər var. Döyüşlərdə bayaq sadaladıq. Məsələn, Samur döyüşü 1460, Şahdağ döyüşü 1488, Şəməsi döyüşü 1494, Cabanı 1500 və 1501-ci ildə Şərur döyüşü. Bu Şərur döyüşü haqqında isə biz Səfəvilərin yaranması dərsində geniş danışacağıq. İndi isə xəritədə biz baxaq. Həmin ərazilərə, birinci Ərdəbil hakimliyinin yarandığı əraziyə baxaq. Və Ərdəbil təxmini bu ərazilərdə yerləşir. Bu ərazilərdə yaranmış bir hakimlik idi və zaman keçdikcə, yəni artıq Ağqoyunlu dövlətinin zəifləməsindən istifadə edərək biz görəcəyik ki, artıq bu bütün öz qüvvəsini ən birinci Azərbaycanın müəyyən qismini, yəni bu hissələrə yaydı. Ən birinci bu hissələrə yayır. Daha sonra isə biz görəcəyik ki, bu xəritədə iştirakla verilib bu ərazilərə yayacaq öz qüdrətini və böyük bir imperiyaya çevriləcəkdir. Əsasən yeni deyir, Ərdəbilin yerini bilmək lazımdır. Ərdəbil bildiyimiz kimi Xəzər dəniz sahilinə yaxın yerdir və bu hissələrdə Ərdəbilin ərazisi və əsas buralardır. Daha sonra yəni biz Səfəvi dövlətinin dövründə həmin əraziləri yenidən bir-bir göstərəcəyik. Oldu, dərsimiz bu qədərdir. Ümidvaram sizin üçün yaxşı olar və faydalı olar.